Yumurtaların üzərindəki kodların sirri. Bu rəqəmlə başlayırsa, ən keyfiyyətsizidir. Mağazalardan aldığımız yumurtaların bəzilərinin üzərində müxtəlif kodlar görürük. Bu 4 fərqli istehsal kodları əsasən toyuğun cinsi və yumurtanın keyfiyyəti ilə izah edilir. Yəni, aldığımız yumurtanın keyfiyyətli olub-olmadığını bu rəqəmlər vasitəsilə öyrənmək mümkündür. Bəs onları necə ayırd etmək olar? Mövzu ilə bağlı Sfera AZ-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məsəti Hüseynova bildirib ki, yumurta üzərindəki bu kodlar rəqəm və hərflərdən ibarətdir. Bizi maraqlandıran hissə kodun ilk rəqəmidir. Bu rəqəmlər 0, 1, 2 və 3 şəklində dəyişir. Yumurtanın üzərindəki kod 0 rəqəmi ilə başlayırsa, bu yumurta orqanik toyuq yumurtasıdır. Toyuğun yetişdirilməsində istifadə olunan yem orqanikdir. Məhz bu baxımdan marketlərdə bu yumurtalar baha satılır. Mütəxəssis bildirib ki, yumurtanın üzərindəki kod 1 rəqəmi ilə başlayırsa, bu fermalarda yetişən toyuqların yumurtası hesab edilir. Keyfiyyət baxımından da yüksək qiymətləndirilir. Kod 2 rəqəmi ilə başlayırsa, bu hində böyüyən toyuğun yumurtasıdır. Əsasən, bazarlarda bu kodlu yumurtalarla rastlaşmaq mümkündür. Bu yumurtalar o qədər də keyfiyyətli hesab edilmir. Əgər kod 3 rəqəmi ilə başlayırsa, bu broiler toyuğun yumurtasıdır. Bu yumurtalar ən ucuz və keyfiyyətsiz yumurta növü hesab edilir. Kontenti hazırladı Qida Təhlükəsizliyi Hərəkatının video kontent koordinatoru Simuzər İsmailova.